Salam müəllimlər, bugünkü mövzumuz mənzildə aparılan təmir işlərinin texnologiyası, divarların işlənməsi mövzusudur. Mənzilin təmirində əsas yeri rəngsaz işləri tutur və təmir zamanı aparılan rəngsaz işləri səthin işlənməsidir, divar kağızının yapışdırılması və rəngləmədən ibarətdir. Divarların işlənməsi bir neçə mərhələdə aparılır. Bəs mərhələlər hansılardır? Köhnə rəng və divar kağızının təmizlənib çıxarılması, malalama və son malalama mərhələlərindən ibarətdir. Təmir işinə bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlamaq lazımdır. Köhnə rəngin çıxarılmış üsulları hansılardır bəs? Müəllimlər, 3 üsulla çıxarılır. Mexaniki, termiki və kimyəvi. Nədir mexaniki üsul, nədir termiki üsul, nədir kimyəvi üsul? Mexaniki üsulla çıxarılmada lazım olan əmək alətləri rəngsaz malası ilə rəngsaz qaşıyıcısıdır. Rəngsaz malası, rəngsaz qaşıyıcısı gördüksə, bu mexaniki üsulla çıxarılmanın üsullarıdır. Bəs termiki üsulla çıxarılmada söhbət nədən gedəcək? Termiki üçün inşaat saç qurudanı lazımdır. İnşaat üçün olan saç qurudan lazımdır. Və bu elektrik cihazının köməyi ilə boya qabarıb qat-qat çıxana qədər divar qızdırılır və soyumamış, isidilib yumuşalmış rəng qaşınıb təmizlənir. Və qabarmış boyanı qaşımaq üçün isidilmiş ləkənin ölçüsündə olan rəngsaz malasından istifadə edilir. Deməli, mexaniki üsulda rəngsaz malası, rəngsaz qaşıyıcısı, termikdə isə inşaat saç qurudanı lazımdır. Bəs dedik ki, axı 3 üsulu var. Bəs kimyəvi üsulla çıxarılma nədir? Kimyəvi üsul isə xüsusi kimyəvi məhlulların köməyi ilə həyata keçirilir. Belə məhlullar yuyucular adlanır. Və bu məhlulların təsiri altında termik emalda olduğu kimi boya qabarır və yumşalır. Yuyucu məhlullar boya çəkilmiş məmulatın keyfiyyətini pozmur. Köhnə divar kağızından xilas olmanın ən rahat yolunu sabun məhlulu ilə isladılmalıdır. Və divar kağızını çıxarmaq üçün sabun məhlulu süngərli mütəkkə ilə yuxarıdan aşağı olmaqla divara çəkiləcək. Sabun məhlulu ilə iş aparılan yerdə döşəməyə əski sərmək lazımdır. Və divar kağızı məhlulu tam canına çəkdikdən sonra onu çıxartmaq olar artıq. Amma çox ləngidikdə divar kağızının soyulması prosesi artıq çətinləşə bilər. Yəni məhlulu tökəndən sonra 1 və yaxud 2 dəqiqə gözləməklə dərhal oradan çıxartmaq lazımdır. Yapışqanlı rəngin də divardan bu üsulla təmizləmək olar. Sabun məhlula yaxşıca isladıb, sonra rəngsaz malası ilə qaşımaq lazımdır. Əgər mənzilin divarları yağlı boya ilə rənglənibsiz, quruyub yapışmış yerlər sumbata kağızı ilə təmizlənməlidir, yağlı boya olarsa. Mallama işləri künyə, çəkmə qəlbi, mala və tarazın, yəni su tərəzisinin köməyi ilə aparılır. Mallama işləri üçün olan alətlər künyə, mala, taraz və divarın malalanması. Divarın malalanması quru sement qatışqıları vasitəsilə aparılır. Necə sement qatışqıları? Quru. Sement qatışqılardan həm daxili, həm xarici malalamada istifadə edilir. Belə qatışqılar çox davamlı suvaq material olduğu üçün onlardan rütubətli və soyuq mənzillərin malalamasında uğurlu istifadə etmək olar. Nazik qatlı olur, qalın qatlı olur. Nazik qatlı deyiriksə 2 sm-ə qədərdir. Qalın qatlı deyiriksə 5 sm-ə qədər malama üçün sement qatışqılarından istifadə edilir. Bəs malalama texnikası nədir? Əvvəlcə malalama məhlulu ilə tikişlər, tavanda beton lövhələr arasında aralıqlar doldurulur. İlk növbədə aralıq olan hissələr doldurulur. Sonda isə digər qüsurlar aradan qaldırılır. Divarlar yuxarıdan aşağı malalanır. Mallamaya otan daxili küncündən başlamaq lazımdır. Panelli evlərdə malalama panellər arasındakı araların tutulması ilə başlanacaq. Və ardınca panellərin səthi malalanır. Hər yeni mala qatı əvvəlki qat quruyandan sonra çəkilir. Yəni, çəkdiyiniz qat quruyur, sonra digər qatı çəkilir. İlk örtücü qatın çəkilməsi üçün ələnmiş narın dənəli qumdan istifadə etmək lazımdır. Son malalama divar kağızı çəkilməsində və rəngləmədən öncə aparılan hamarlama mərhələsidir. Son malalama. Son malalama materialı quru qatışıq və hazır pasta halında istehsal edilir. Bəs nədir mineral, nədir polimer? Müəllimlər, mən hansının altından xətt çəkirəmsə, onlar əsas hissələrdir. Və o hissələrə diqqət yetirin. Mineral, son malalama qatışıqları dənəvər.
Dənəvər sözü gördüksə mineraldır. Zərif sözü gördüksə bu polimerdir. Və son malama işləri müxtəlif ölçülü rəqsaz malalarından istifadə edilir. Rəqsaz malasının ağzı metal və yaxud da rezindən olur. Fikir versək, A, B, C, D, Y. Bunlar dəmirdir. F isə rezin olur. Dedik axı, metal və yaxud da rezindən olur. Nədir divarın son malalanması? İşin keyfiyyəti mala materialının böyük malı ilə lazımi miqdarda götürülməsindən asılıdır. Son malama texnikası olduqca sadədir. Qatışın çəkilməsi malanın düz xətli qövsvari hərəkəti ilə yerinə yetirilir. Düz hərəkətlərlə divar və tavanların küncləri, dairəvi hərəkətlər isə böyük səthlər işlənir. Bir daha təkrarlayıram. Düz hərəkətlərlə divarla tavanın künc hissələri, dairəvi isə böyük səthlər işlənir. Qövsvari hərəkətlə isə daha arzunlandır. Çünki belə işlənmə insanı yormur və nəticə daha tez əldə olunur. Malanın səthi özünün tam müstəvisinə yapışması vacibdir. Əks halda divarda onun kənarlı izləri, kiçik cızıqlar qalacaqdır. Böyük maladakı qalıq kiçik malı ilə təmizlənib təkrar vedrəyə tökülür. Mütləq çəkilən qatın qurumasını gözləmək lazımdır. Sonra isə enli malı ilə qalıqlar divardan artıq təmizlənir və bundan sonra divar nə məhz ki enli fırça ilə silinir. Həmişə yadımızda saxlayırıq müəllimlər. Həmişə malalanmamış səthdən malalanmış səthə doğru işləmək lazımdır. Hərəkət isə rəvan davamlı olmalıdır. Mala səthi rahat, heç bir iz qoymadan aralanmalıdır. Baxın, düz xətli, qövsvari. Və malama texnikasında hərəkət istiqamətidir. Bu isə hərəkət trayektoriyasına deyilir. Həmçinin də təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Son malama qatışıqları uşağın əli çatmayan yerdə saxlamaq lazımdır. Cilalama zamanı respiratordan istifadə etmək lazımdır. Gözlər üzü qoruyan vasitələrdən istifadə edirkən məkanın havası əsaslı surətdə dəyişdirilməlidir. Toz qarşısını almaq üçün nə məski ilə səth silinməlidir. Belə müəllimlər, dərsimizin izahı bu qədər.